Ayşe. Ayşe. Deməli dostlar, salam aleykum. Mən Səlyandayım hal-hazırda. Bu qaqaş Səlyandan mən zəng elədi. Dedi ki, bir nənə var, nəvəsi ilə. Uşağın atası tutulub, anası da qoyub çıxıb gedib deyəsən. Nənə, bir də balaca nəvə. Bu qardaşımız o ailəyə deyəsən himayə eləyir. Ya nə edir? Sən nə işlə məşğulsan? Tato ustasısan? Özüm tato vururam. Babamın əmisi qızıdır, nənə özü. Nəvəsidəki oğlu ilə bir yerdə böyümüşük. Yəni tustaqdır deyəndə mən baxırdım. Elə bil anası mənə heç kimə yadırmır. Məni görməyəndə kiməsə yaxın durur. Məni görəndə qalmır heç kimlə. Elə bil anası mənə. Öz anası axtarır. Belə də. Acı. Bu da mənim vəziyyətim. Bu da mənim vəziyyətim var. Maşallah. Nənə nə olub belə? Bu yıxılıb dünənləri. Dünən orada şey qoymuşdu, başında. Dünənlər mənim şəkilini tutulur ki, başı gözü yarılıb. Rahitdir. Yıxılıb, başı dəyib, bu da bura. Bura şey kranka verilmiş daha. Skotsta qalıb burada. Gəl, otur, gəl. Aynen hə. Mənə neçə vaxt arzuluyurdun, gəldim. Sən heç kimsən yoxdur? Mənim oğlum tək qızam. Bir dənə oğlum var, o da. Oğlun türmədədir. Hə. Bu uşağın adı nədir? Ayşe. Maması bəs? Maması. Bir dolandıra bilmirəm, istəmirəm, zakısı yoxdur, çıxıb. Bunu çək. Allah Allah bilir korusun. anası mənim. Vallahi bir dəqiqə bir də yumurta yoxdur, bu yiyirsin. Necə dolandırırsan? Belə də. Gözlə. Biraz pambığa getdim. Getdim pambığa qala. Gündə 10 manatlıq, 12 manatlıq. 9 manatlıq pambıq yığdım. Dədəsi gəlincə saxlayacağım. Dədəsi neçə ildən sonra gəlir? 3 ildən sonra. 3 il? Hə. Biz baxarıq sənə, narahat olma. Sağ olsun Mais yenə sənə. Mais mənim arvadı ilə, yoldaşı ilə bağışda qarolumu çəkirlər. Sağ olsunlar. Bu körpəmi saxlayırlar. Allah ondan razı olsun. Cavan uşaqdır. Olar. Gör necə sənin başımın üstündə durur. Necə, nənə verim. Nənə, Səlyanda imkanlı şəxslərdən xahiş edirəm ki, billəm gələcəklər. Bura haradır? Hara gəlsinlər? Talih Davudzadə küçəsi. Talih Davudzadə küçəsi. Zavod Pambıq. Pambıq zavodunun yanında. Sən Nənə, bax 250 manat mənim tərəfdən sənə kömək. Allah köməyin Sağ olsun. ol, oğlum. Allah Bir ay görər səni. görər oğlum. O Allah ömrü uzun eləsin.